Assalomu alaykum barchaga. Demak, 11-chi temamiz bölüşga kirish ekan. Sizlar bilan bugungi temada bölüşni tushunchasi bilan tanishib olamiz. Bölish degani nima degani? Noma'lum ko'paytuvchini topish qoidasini biz bölish deb olamiz. Masalan, 12 deganimiz 6 ni ichiga ko'paytirsam hosil bo'ladi. Biz bu sonni topish uchun, noma'lum ko'paytuvchini topishimiz uchun 12 ni 6 ga bölishimiz kerak. Ya'ni 12 ni bo'lamiz 6 ga. Bu yerda 2 chiqadi. Ya'ni 12 ta cho'pning ichidan 6 dan qilib saralab, ichidana necha marta cho'p olishim mumkin degan savollar bilan bir xil bo'ladi. Ya'ni 2 marta olishim mumkin. Bu misol e'tibor qaratadigan bo'lsak, 6 dana shar bor bizlarda. Endi bizlar shuni 3 ta guruhga ajratishimiz kerak. Har bir guruhdan necha danadan shar bo'ladi degan misolni qo'yib turibdi. Demak, birinchimiz 3 ta guruhga ajratishimiz uchun 2 dan guruhlab olishimiz kerak mana. 2 dan guruhlasak, demak, 6 ta sharni 3 ta guruhga bo'ladigan bo'lsak, har qaysi guruhda 2 tadan shar bo'ladi ekan. Ya'ni bir guruhda 2 tadan, bu guruhdan 2 dana, bu guruhdan 2 dana. Общий guruhlar soni 3 dana, lekin sharlar soni 6 dana. 6 dana sharni 3 danadan guruhlasa, 2 danadan har bir guruhda bo'ladi ekan. Demak, sizlar bilan 12 ni 4 ta bo'lishini ko'rib chiqamiz. Qaranglar. 12 dana shar bor bizda, 12 dana shar. Shuni 4 danadan qilib, har bir guruhda 4 danadan qilib guruhlidan bo'lsam, necha dana guruh hosil bo'ladi deb turibdi. Yine qarab ko'ramiz. Har bir guruhda 4 danadan bor. Qancha guruh? Bu yerda 3 dana guruh hosil bo'ladi. Demak, 1 2 3 4, 1 2 3 4, 1 2 3 4. Har bir guruhda 4 danadan bo'lgani uchun 3 guruhimizda 12 dana shar bo'ladi. Shunda 12 ni 4 ta bo'ladigan bo'lsa, 3 bor. 3 soni hosil bo'ladi ekan. Shu bo'lish amallarini sizlar bilan birgalikda ishlaymiz. Demak, birinchisi 2 kanal sonini 1 kanal sonini bo'lish, ikkinchisi 3 kanal sonini 1 kanal sonini bo'lish, uchinchisi 3 kanal sonini 1 kanal soni va to'rtinchisi ham 3 kanal sonini 1 kanal soni bo'lish. Bu bo'lishni biz ustun shaklida ishlasak ansatrak bo'ladi. Demak, birinchisini yechamiz. 12 bo'lamiz 6 ga. Shuni ustun shaklda ko'rinishida yozib olamiz. Demak, 12 ni 6 ga bo'lishimiz kerak bizga. Uning uchun ishlashimiz kerak, 6 larni jadvalni bilishimiz kerak. 6 ni 2 ga ko'paysam 12 chiqadi degan. 6 ni 2 ga ko'paytirsak bizga 12 soni hosil bo'ladi ekan. Va 0. Demak, 12 ni 6 ga bo'ladigan bo'lsa, 2 soni hosil bo'ladi ekan. Yanglar 120 ni ham ko'rib chiqamiz. 120 ni bo'lamiz sizlar bilan 6 ga. Demak, ustun shaklda yozib oldik. Faqat boshda 1 ni qaraymiz. 1 ni ichidan 6 dana olib bilamiz. 1 dana cho'pdan 6 dana cho'p olib bilamizmi? Yo'q, olib bilmaymiz. Shuning uchun 12 ni ichini qaraymiz. 12 dana cho'pning ichidan 6 dana cho'pni necha marta olsak bo'ladi degan fikrlash qilishimiz kerak. Shunda demak 12 ni ichida 6 2 danadan bor. 2 6 12 va ayirsam 0 qoldi. Endi bu 0 ni tushishim kerak bu yerga. 0 ni ichida faqat 0 dan bor. 0 ni 6 ga har qanday songa ko'paysam 0 bo'lar edi. 0 dan beramiz, ayiradan bo'lsak 0. Bu yerdan sonni tushmay qolib ketmasligiga ko'pchilik o'quvchilar 2 deb qo'yaradi. 120 ni 6 ga bo'lsa 2 deydi. Bu esa eng katta xato hisoblanadi. Demak, 120 ni 6 ga bo'ladigan bo'lsak 20 soni hosil bo'ladi ekan. Keyingisi 342 ni 2 ga bo'lishimizga yozib olamiz. 342 bo'lamiz 2. Demak, qaraymiz. Boshda bir xonadan ajratamiz. 3 ni ichida 2 bormi? Ya'ni 2 larning jadvalida 3 ga yaqin bo'lgan eng katta maksimalning 3 ga yaqin bo'lgan sonni olishimiz kerak. Bu 1 dan beramiz. 1 2 2 bo'ladi. Ayiradan bo'lsak 1 soni hosil bo'ladi. Endi dapadan bir xona tushish haqqimiz bor. Faqat 2 xona tushib bilmaymiz. Faqat 1 xona tushishimiz kerak. 14 ni ichida 7. 2 larning jadvalidan qaraymiz. 2 ni ichiga ko'paysam 14 soni hosil bo'ladi yoki 14 ga eng yaqin son hosil bo'ladi deb fikrlash qilishimiz kerak. 2 larning jadvalida demak 2 ni 7 ga ko'paytiradigan bo'lsak 2 7 14 bo'ladi. Ayiradan bo'lsak 0. Dapadan yana bir xona tushishimiz mumkin. 2 ni ichida 2 deganimiz faqat 1 martaba, ya'ni 2 1 2 bo'ladi. 1 dan beraman 1 2 2. Ayiradan bo'lsam, mendan ayiradan bo'lsam 0 keladi ekan. Demak, 342 sonni 2 ga bo'ladigan bo'lsam 171 soni hosil bo'ladi ekan. Keyingisi 720 ni 8 ga bo'lishim kerak. 720 sonini yozib olaman, bo'lamiz 8 ga. Demak, 7 ni ichiga qaraymiz. 7 ni ichida 8 bormi? Yo'q. Demak, 7 cho'pning ichidan 8 cho'p olib bilmaymiz biz. Keyingisi 72 sonini qaraymiz. 72 sonning ichida 8. Ya'ni 8 dan jadvalni qarashimiz kerak. 72 ga eng yaqin son yoki 72 ga teng bo'lsam bo'ladi. Bizlar 8 9 72 ligini bilamiz jadvaldan. Demak, 8 9 imiz 72 yozib olamiz. Demak, 0 bo'ladi. Inan bu 0 ni tushamiz endi yo'qni. 0 ni ichida 8, demak 0 dan beramiz. Har qanday sonni 8 ga 0 ga ko'paytiradigan bo'lsak, demak 0 soni hosil bo'ladi. 0 ayiradan bo'lsak 0. Ya'ni 90 soni hosil bo'ladi ekan. Demak, shu misollarni ham sizlar bilan bo'lib chiqamiz. Demak, 144 ni bo'lishimiz kerak 12 ga. 144 deb yozib olamiz. Bo'lishimiz kerak 12 ga. 12 larning jadvalidan qaraymiz. Demak, 12 ni 14 ta cho'pning ichidan 12 ta cho'pni necha marta olib bilaman? Faqat 1 marta olib bilaman. Shuning uchun 12 ni 1 ga ko'paytiraman. 12 chiqadi. 2 24. Dapadan faqat 1 xona tushib bilamiz. 2 xona tushib bilmaymiz. Shuni esda qo'yinglar.
Keyingisi 24'ün içində 12. Yəni 24 dənə çöpün içindən mən 12 danadan neçə mərtə alıb biləməm. Mən 2 mərtə alıb biləməm. Şunun üçün 2-dən bərabər. Yəni 2-ni 12-yə köpəydirəm olsam 24 sanı hasıl buladakən və 0 ayıradım olsam. Demək 12 144 sanını 12-yə bölədim olsam 12 sanı hasıl buladı. İndi 700 sanını 25-ə bölüşümüz gərək. 700 sanını böləmiz 25-ə. 7 sanının içində qaraydan olsaq 7 sanının içində 25 sanı yox. Şunun üçün 70 sanının içində qarışım gərək. Demək 70 sanının içindən neçə mərtə var? Yəni 25 dənə çöpünü neçə mərtə alıb biləməm. Bunun üçün 25-i 2-yə köpəydirişimiz gerək. 50 boladı. 20 qaldıq qaladı. Mən 2 mərtə alamam. 25-25-də. Şimdi 50 boladı. Keyin 20-də çöp qalıb gedədi. Onu alıb bilməyim 25-ədir. Keyin dəbədən fəqət bir xana düşəmən. 200-ün içində 25 2 mərtə bağda fikirliyəm. Demək 200-ün içində 25 sanının neçə mərtə bağlılığını qarışım gərək. Əgər mən 4 danadan belədən bolsam, bu 4-ü 25-ə köpəysəm 100 bolar. Demək mən 8-dən bərşim gərək bu səfər. 8 5 40-nın 0, 4 yanında 8 2 16 20. Yəni 200 sanı hasıl buladakən. Mən 700-ünü 25 sanına belədən bolsam, 28 sanı hasıl buladı. 28. İndi 960-ı 20-yə bölüşüm gərək. 960 sanını böləmən 20 sanını. Demək bölədən bolsam, 9-un içində qaraydan bolsam, 9-un içində 20 sanı yox. İndi mən 96-nın içində qarışım. 96-nın içindən neçədən bərsəm 96-ğa yaxın insan hasıl buladı. Yəni 20-ni 2-yə köpəydirsəm 96-ğa yaxın insan ya ki 96-nın üzrə dəng bolsam buladı. Mən bunun üçün 4-dən bərşim gərək. 4-ni 20-yə köpəydirədən bolsam 80 sanı hasıl buladı. Ayıradan bolsam 6 1. Yəni 16 dana çöp qalıb gidədi. 4 mərtə 20-20-də alıb biləmənəkən və 16 dana çöp qalıb gidədi. İndi 0 düşəmiz yanına 160 içində 20 neçə mərtə var. Onun üçün mən buna 8-dən bərşim gərək. 8-ni 2-yə köpəysəm 16 və 0-nu qoyub qoyaram yanına. Demək 160 ayıradan bolsam 0 qaldıq qaladakən. Qaldıq qaladakən. Demək bu sanımız 48 sanı hasıl buladakən. İkincisi 1800 sanını 90-a bölüşüm gərək. 1800 böləmən 90. Yazıb alamam əvvəl. İndi Kariman 1-in içində 90 var mı? Yox. 18-in içində var mı? Yox. Demək 3 xana azraçım gərək. 180 sanının içində neçə mərtə var 90? Bu yerdə 2 mərtə alıb biləməm. 2 9 18 2 0 0. Yəni 2-ni 90-a köpəydirədən bolsam 180 sanı hasıl buladakən. Ayradan bolsam 0 gələdi. İndi oxucular şöyle oldu. 2 ustazdı cavab verədilər. Amma köpçülükdə lekin bu xata oladı. Nəsilməsə, əli verdən 0 rəqamı durubdu. 0-nu 2-dən bolsam 0-nun içində verdə əvzədini 0-dən bərk qoyuşumuz gerək. 0-nu 90-a köpəydirəm bolsam 0 sanı hasıl buladı. Ayradan bolsam bundan 0. Demək 1800-ü 90-a bölən vaxtda 20 sanı hasıl buladı əkən. Demək 20 sanı hasıl buladı əkən. 240-nı 8-ə böləmiz. 240-nı böləmiz 8-ə. 2-nin içində 8 var mı deyən suala cavab verişimiz gerək? Yox. Demək 2-nin içində 8 dana çöp alıb bilmiyoruz. 24 çöpün içindən qarayımız. 24-ün içində 3-dən bərşim gerək. 8-dən cədvəlində 8-ni 3-ə köpəydirsəm 24 sanı hasıl buladı əkən. Demək 24 0-nu düşəmiz. Yəni 0 qaldıq birdə. 0-nu ayırışımız gerək. Yəni 0 düşsəm, bandan dəpədən sağ qalıb getməsi ki, yəni 240-nın 0-nu biz hələ düşmədik bəsək. Şunun üçün 0-nun içində 8 yox, 0-dən bərəmiz. Hər qanday sanı 0-a köpəysək 0 boladı. 0-nu 8-ə köpəysəm 0, ayradan bolsam 0 boladı. Demək, bu sualın cavabı 30 çıxadakən. 30. İndi bunların nişab teşkirsək doğru boladı deyən suala cavab verişimiz gerək. Mən bu işləyən sanımı doğruluğunu teşkirşim üçün bunu köpəydirişəm əli bilən teşkirəmən. Yəni ikarimiz. Əgər sanını böləyəndə bu sana dəng boladı, s sana bolsa, yəni qaldıqı 0 boladan bolsa, mən bu doğru böldüm ya ki xata böldüm mü, şunu bilişim gərək. Birdən nişab teşkirəmən deyən sual boladı. Məsələn, deyən sanımız bir də b köpəyən s-ğa dəng boladı. Yəni mən inan bu köpəydi üçün bölücünü bölünməyə köpəydirən vaxtında bizə də bölünücü hasıl borçu gerək. Yəni, deyənimiz bu köpəyən s-ğa dəng. Sizlər bilən azğınca bölüşü düşünüb aldıq. İndi bu mənasını düşünüşümüz gerək. Yəni, bu yerdə durğansan nə o, bu yerdə durğansan nə o, bu yerdə durğansan nə olduğunu bilib alışımız gerək. Demək, bu bölünücü, yəni kətdə sanımız bölünücü boladı. Bu deyənimiz bölücü, yəni bu sanını bölücü san. İndi s deyənimiz bölünmə. Yəni, ə sanını bu sana bölən vaxtda s sanı çıxıbdı. Yəni, ə deyənimiz bölünücü, bu deyənimiz bölücü, s deyənimiz bölünmə. İndi bölünmənin şunun qaydası var.
bize bölünücünü tapışımız üçün bölünücü bilen bölünməni köpəytirişimiz gerek. Yani ərdəgənimiz bu köpəyə sığa denk bulacaq. Misalları görüp çıkarmamız hazır ki deyin. Demek 24 diyenimiz bir de bölünücü 6 degenimiz bölücü. Şimdi bu yerde ise anın çap tapamız. Yani 24'ünü 6'ya bölüşümüz gerek. 24'ünü 6'ya böledim olsa 6'ın cədvəlindən 4'dən bərabər 4 6 24. Yani 0. Bir de sonumuz bölünmə olur. Buladı ki. Şimdi ikinci misala etibar qaratamız. Şimdi şuradayiz. Bir sekretini bilip koyuşumuz gerek buna. 3'ün içinde 5 var mı? Yok. Demek 36'ın içinde karım. 36'ın içinde yani 5'lerin cədvəlindən 36'ya en yakın bulan sanı tapışımız gerek. Yani 35 sanı var. 5'ni 7'ye köpəytirədim olsaq 35 sanı xası buladı ki. Şimdi ayıradım olsaq bulanı 6'dan 5'in ayırsam 1 sanı xası buladı. 3'də 3'in ayırsam 0. Şimdi düşməyimiz. Şimdi karımız köpçülük okutular şurada kəmrakdan bəlkə gedir. Yani 365 bölünən 5 dedidən, indi 6'dan bərədə 6 5 30 dedi. O 6 sanı xası buladı verdi. Lakin bize şuna etibar verişimiz gerek. Ayırgan yani ayırmadan çıkan sanımız şurada inan bu bölücüden kiçikine bölüş gerek. Böyle bölücüden katta bolup tuttu. Şunun için inan bu bölünmede belirleyen sanını bir aşırıp verişimiz gerek. Bize yani 7'den verdik. Rastana şurada çıkan ayrıştan çıkan sanımız bölücüden bolup tuttu. Kiçikine bolup tuttu. Demek bize doğru işlep variatımız eken misalını şundan bölüp barsakan buladı. Şimdi 5'i düşemiz yanına. 5'i düşeden olsa 15 içinde 5. cədvəlindən qaydam olsaq 15'den 10 saniye yani 3'ten bərşim gəlir. 3 5 15 gələdəkən ayıradan olsam 0. Yani 365'ni 5'e bölüyə vaxtında 73 çıxadı və qaldıq 0 boladı. İndi bizə 6 gəldi. 65 içinde 5'i düşəmiz. Yani şunda tədələdə indi 1'də 9'dan bərsəm ama aşıq gedədi. Yani 9'dan bir adam olsam 9 5 45 gələdi və 20 qaldıq qaldıqdı. Ki yenə 1'dən 4'dən bərk qaladı. 4 5'i 20 dedidən 0. Bu usulumuz hata hesablanır. Yəni bu usul doğru bulan. İndi bunun çap teşkilimiz gerek. Mesela bunu teşkilimiz üçün 365 sanı denk boladı. 5 köpəyə 73'e. 5'ni 73'e köpəytirəmiz. 73'ni köpəytirəmiz 5'e. 5'e köpəytirədim olsaq 5 3 15'ni 5'i bir yadda. 5 7 35 36. Yəni 365 sanı xasıb oldu bizlərdə. İndi bizlərdə qarim imla qaridam olsaq 365 sanını 5'e bölən vaxtda 694 sanı çıxıb tutdu. Üzü bu 365 olsa, ondan bölünmə, ondan kətdə çıxdı. Bunu deyim, borcu mümkün əməz. Demək, bu usul xata ikən, bunda bir işləşə hərəkət qılınanlar, ilacı varsa, bunda bir işləşə hərəkət qılınlar. Demək, sizlə bilən şu bölüşlərəm, görüb çıxanız gəlinə. Demək, hazır qıdiyyə teşkilfəm görəmiz. Demək, 636 sanını böləmən 3'ə. Fakat bir kanalda acıratamı. 6 sanının içində 3 rəqamı, demək, 3 deyən sanımız 2 mərtədən aşımız mümkün. 2, 3, 6 qədər oladəkən. Ayıramız 0, 0 yazıb oturuşum şərtəməz. 3. 3 sanını düşədən olsaq 3'lərin cədvəlində fakat 3'nü 1'ə köpəyəcək 3 sanı xası bu aldı. Ayıradan olsaq 0. Yəni dəfədən 6 sanı xası oldu. 6'nı düşədən olsaq bizlərdə 6 sanının içində 2'dən bərəmiz 2 3 6 ayıradan olsaq 0 boladı ki. Demək 212 sanı xası oldu. 212 sanı xası oldu. İkinci məsələni görəmiz. 390'ını bölüşümüz gərək 15'e. Başta 3'ün içində qarayım. 3'ün içində 15 yox. Şunun üçün 39'un içində qarışım gərək. 39'un içində 15'lərin cədvəlinə qaraydım olsa 2'yə köpəyəcəm 30 sanı xası oladı. 2'yə köpəytirəm 15'ni. 30 boladı. Ayırsam 9. Şimdi şöyle qaraydım olsa ayırganımız bizə də bölücüdən çıxıb oturdu kiçikinə. Yəni bizə doğru iş aparatımız misalını və yanına 0'ını düşəmən. Fakat dəfədən bir qana düşümüz mümkün. 0'ını düşədən olsa İndi 3'dən bərşim gerək, 6'dan bərsəm 6 5 30'un 0'ü 3 yadda 6 1 6 9. Yəni 90 sanı xası buladı ki. 0 qaldı. Yəni 390'ını 15'ə bölədən bolsaq 26 sanı xası buladı. İndi gələklə bunu teşkil çıxarız, bunu da teşkil görəmiz. 636 deyən sanımız 3 köpəyən 212 deyən sanımıza denk bölüşür. Rastlanam köpəytirəmiz 212'ni köpəytirəmə 3'ə. Köpəytirəmizdən 3 2 6 3 1 3 3 2 6. Yəni 636 sanı xası oldu. Bu doğru ikən keçənimiz. Bunu ham teşkil görəmiz. 390 deyən sanımız 15 köpəyən 26 deyən sanımıza denk bölüşür. Bizə 26'nı köpəytirib görəmiz 15'ə. 15'e köpəytirədim olsaq 5 6 30'un 0'ü 3 yadda 5 2 10 13 1 6 6 1 2 2. Qoşadan olsaq 0 9 3. Yəni 390 sanı hasıl oldu. Demək bizə bölünməni doğru heç gərək yapmız.